Üzrüysə həyatım, yolla profkayda gedişdim. Necəsən? Necəyəm? Yaxşıyam, sən necəsən? Nə olub ay Gülnar, bu nə aqressiyadır? Dünən saat 11:26-da hardaydın? Yuxudan təzə durmuşdum da, özümə gəldim, sənə yazdım da mən. Mənə saat 11:29-da yazmısan. 3 dəqiqə sən kimdən danışmısan? Gözüm zor asıldı, elə gözümü xaladım elədim, sənə yazdım da mən. Saat 12:53-də Əlsov Ələman Müşfiq qızı sənə yaxınlaşıb. Siz Kükəkatda 5 dəqiqə nə danışmısınız? Kükəkatda 5 vurulsun 2.236. Bu da təqribən 4.47 saniyə edir. Siz 4.47 saniyə nə Sən manyaqsan, danışırsınız? metron yolunu soruşdu. Mən dedim də nə danışacağıq biz onunla? Mən sənə 14:20-də yazdım. Sən mənə 14:21-də cavab verdin. Niyə? Telefonum sönmüşdü. Mən problemim deyil. Generator gəzdir üstündə. Sonra maşına taxtındalar Ekkaya. 15:29-da dedin ki, məşqə gedirəm. Hə. 15:31-də Ziyabinyatın probkaları nəzərə alsaq, sən 15:56-da ora çatmaydın. Niyə 16:01-də çatmısan? Pas. 18:34-də peşəxodda təqribən 1.66 boyda qıza yol vermisən. Niyə yol vermisən? Pas. Elektrik cərəyanının ölçü vahidi. Amper. 118/91. Pas. Rəvvadilər dövlətinin əvvəlki paytaxtları olub. Pas. Heç bir sualıma düzgün cavab vermədin. Siz kişilər hamınız eynisiniz. Məni aldadırsan?